Son günlər sosial şəbəkələr üzərindən pirotexniki vasitələrin satışı artıb. 1 manatdan başlayan qiymətlərlə hətta ünvana da çatdırırlar. Hər il bayram qabağı bu cür vasitələrin satışına tez-tez rast gəlinir. Bu isə həm insan sağlamlığı üçün zərərli, həm də ətraf mühit üçün təhlükə yaradır. Daxili İşlər Nazirliyindən bildirilib ki, partlayıcı və tez alışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədi ilə nəzarət profilaktik tədbirlər keçirilir. Qeyd etmək lazımdır ki, sosial şəbəkələr üzərindən də pirotexniki məmulatların satılması halları ilə rastlaşırıq və bu istiqamətdə polisə daxil olmuş hər bir müraciət həssaslıqla yanaşılır və həmin şəxslərin müəyyən olunaraq barələrində qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Pirotexniki məmulatların satışı aşkar edildikdə həmin pirotexniki məmulatları satan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunauyğun tədbir görülür və pirotexniki maddələrin satışı dayandırılır. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov onu da qeyd edib ki, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq qurum tərəfindən verilən xüsusi icazə əsasında yol verilir. Məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində pirotexniki, eləcə də yüksək səs-yazıcı qabiliyyətə malik partlayıcı və tez alışan məmulatların satışını təşkil etmək qanunla qadağandır. Qeyd etmək lazımdır ki, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onun dövriyyəsinə yalnız müvafiq icazəsi olan dövlət qurumu tərəfindən yol verilir. Qeyd edək ki, belə malları müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün 4000 manatdan 5000 manata dək məbləğdə inzibati cərimə nəzərdə tutulur. Kənan Qafar, Üzeyir Ağayev, Xəzər xəbər.